بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أتجعل فيها من يفسد فيها ويسفك الدماء ونحن نسبح بحمدك ونقدس لك وقال إني أعلم ما لا تعلمون. Biz keçən bəhsimizdə Bəqərə surəsinin 30-cu ayəsinin bir hissəsinin tərcüməsini və izahını nəzərinizə çatdırdıq Məcmuəl Bəyan təfsiri əsasında. Yetişdik ayənin bu hissəsinə ki, mələklər Allaha xitab edərək belə dedilər: Ətəcəlu fiyha mən yufsidu fiyha. İlahi, yer üzündə elə bir varlıq yaradırsan, fəsad törədəcək. Baxın, Allah Taala buyurdu ki, mən yer üzündə xəlifə qərar vermək istəyirəm. Xəlifə yaratmaq istəyirəm. Mələklər soruşdular, bunun səbəbi nədir? Və sanki mələklər bilirdilər ki, yer üzündə yaradılan varlıq xəlifə olaraq bunlar fəsad törədəcək. Bu xəlifə Allah yaradı. Allahın yaratdığı xəlifə də Adəm idi. Adəm də peyğəmbərdir. Peyğəmbər ki, fəsad törətməz. Bunun təfsirində Əminül-İslam Təbərsi buyururlar ki, və innama əradətil mələikə biqulihim ətəcəlu fiyha mən yufsidu fiyha vuldə Adəm. Məqsəd Adəm peyğəmbərin özü deyildi. Bəlkə Adəm peyğəmbərin nəslindən gələn o insanlar idi ki, Adəm peyğəmbərin həqiqətdə övladları hesab olunur. Əlləzinə leysu bi ənbiya və la məsumin la Adəm nəfsə. Deyir ki, məqsəd burada Adəmin özü deyildi ki, Adəm əleyhissalam ki, Allah Taala xəlifə olaraq yer üzündə yaradır, deyək ki, mələklər demək istəyir ki, Adəm fəsad törədəcək. Xeyr. Məqsəd Adəm peyğəmbərin o övladları idi ki, nəslindən gələcək, nə məsum deyirlər, nə də ki, peyğəmbərlər deyirlər. Davamında bu ki, mələklərin sözünün davamıdır. İlahi, yer üzündə belə insanları qərar verirsən ki, fəsad törədib qan tökəcəklər, bir halda ki, və nəhnu nusəbbihu bihəmdikə. Biz sənə təsbih deyirik həmdi ilə birlikdə, yəni nətəkəlləmu bilhəmdiləkə. Yəni bizim elə danışığımız, sözümüz, zikrimiz elə sənə həmd etməkdir. Və Quran-ı Kərimdə də mələklərin təsbih deməyi barəsində çoxlu ayələr vardır. Bir nümunəsi vəl mələikatu yusabbihuna bihamdi rabbihim. Təsbih mənasında keçən dəfə qeyd elədik. Təsbih həqiqətdə ət-tənzih. Tənzih yəni Allahı münəzzəh bilmək, Allahı pak bilmək, nəqslərdən, nöqsanlardan, eyiblərdən, Allaha layiq olmayan bütün sifətlərdən əgər Allah Taalanı uzaq biləriksə buna, yəni biz Subhanəllah deyəndə, keçən verilişdə də qeyd olundu, Subhanəllahın mənasında, deyir ki, Subhanəllah yəni bəraətullah min kulli su. Bütün pisliklərdən Allah Taalanı uzaq bilmək. Və tənzihullah, Allahı münəzzəh bilmək bütün nöqsanlardan. Və davamında işarə edir nusəbbihu bihəmdikə. Bəzi alimlər buyururlar ki, burada nusəbbihu bihəmdikədən məqsəd, yəni biz sənə namaz qılırıq, sənin müqabilində ibadət edirik. Bəziləri buyururlar ki, Quran-ı Kərimdə nümunə ayələr vardır ki, nusəbbih, yəni təsbih eləməyi namaz qılmaqla, ibadət eləməklə bahəm bilir. Məsələn, bir ayədə gəlib ki, fələvla ənəhu kanə minəl musəbbihin. Əgər o təsbih deyənlərdən olmasaydı, bəzilər deyiblər ki, İbn Əbbasdan, İbn Məsuddan rivayət vardır ki, məqsəd müsəllindir. Yəni, əgər o namaz qılanlardan olmasaydı, səhv eləməsəm, bu ayə Yunus Peyğəmbər barəsindədir. Bəs nusəbbihulləq, yəni Allah Taalanı münəzzəh bilmək bütün nöqsanlardan. Davamında və nuqəddisulləq. Və nusəbbihulləq və nuqəddisulləq. Nuqəddisun mənasında da deyiblər ki, yəni nunəzzihuka əmmə la yəliqu bikə min sifatin nəqs. Yəni biz səni müqəddəs bilirik. Nədən? Bütün o şeylərdən ki, sənə münasib deyil, yəni sənə yaraşmayan. Sənə yaraşmayan sifətləri, məsələn, Allah Taala cisim deyil, Allah Taala nə bilim o nöqsan sifətlər ki, insanlarda vardı,
mürəkkəb deyil, görünən deyil. Bunlar hamısı nöqsan əlamətidir. Müqəddəs bilməkdən məqsəd yəni Allah Taala'nın bütün o çirkinliklərdən, nöqsan sifətlərdən uzaq bilməkdir. Yəni vəla nuzifu ileykə əl-qəbaih. Bütün qəbih işləri biz sənə nisbət vermirik. Yəni müqəddüsüləkə heç yəni aləmdə biz insanların həyatında nə qədər çirkinliklər, xoşa gəlməyən pis işlər vardısa, bunların heç birini biz sənə nisbət vermirik. Bunların hamısı insanların öz əlindən irəli gəlir. Davamında bu şey inni a'lamu ma la ta'lamun. Mələklərin bu sözündən sonra ki, onlar dedilər ki, ilahi yer üzündə elə bir varlıq yaradırsan ki, o fəsad törədəcək, günah və küfrün vasitəsilə və yersiz qan tökəcək, bir halda ki, biz səni bütün nöqsanlardan müqəddəs bilirik, səni bütün eyiblərdən, çatışmayan cəhətlərdən münəzzəh və müqəddəs bilirik, bəs onların ləyaqəti yoxdur sanki, bizim ləyaqətimiz var. Amma Allah Taala onların cavabında buyurdu ki, inni a'lamu ma la ta'lamun. Mən elə şeyləri bilirəm ki, siz bilmirsiniz. O ki Allah Taala buyurur ki, elə şeyləri mən bilirəm, siz bilmirsiniz. Bundan məqsəd nədir? Yəni Allah Taala onlara nə demək istəyir ki, sizin bilmədiyiniz şeylər var. Siz ki etiraz edirsiniz, mən Adəm əleyhissalamı xəlifə olaraq yaradıram, siz də deyirsiniz ki, yer üzündə elə bir varlıq yaradırmaq istəyirsən ki, qan tökəcək, fəsad törədəcək. Allah Taala onlar cavabında buyurur ki, axı bir sıra şeylər vardı. Sizin bilmədiyiniz şeylər vardı, onu mən bilirəm, siz bilmirsiniz. O nə idi ki, Allah Taala bilirdi, onu mələklər bilmirdi. Bəziləri buyurur ki, əradə ma əzmərəhu iblisu minəl kibr vəl-ucb vəl-məsiyyə. Axı mələklərin arasında cinnilərdən olan bir xəbis varlıq var idi, iblis adında. İblis sonradan ki, Adəm əleyhissalamı yaratdı Allah Taala, bütün mələklərə əmr elədi, Adəmin müqabilində səcdə eləsinlər və bütün mələklərin hamısı səcdə elədi. İblis ki, mələklərin arasında idi, ibadət eləmədi. Allah Taala demək istəyir ki, sizin də aranızda elə bir şəxs vardır ki, onun kibri var, təkəbbürlüdür, ücbü var, özündən razıdır, vəl-məsiyyə və günahkar bir şəxsdir. Yəni, əgər siz deyirsiniz, Adəmin övladlarından bir sıra varlıqlar vardır ki, insanlar olacaq, qan tökəcək, fəsad törədəcək, elə sizin aranızda biri vardır, baxmayaq sizin aranızdadır, onun da kibri var, günahı əhlidir. Bəzilər deyir ki, məqsəd budur. Ləmma əmərəhullah subhanə bis-sudud li Adəm. Vaxtı ki, Allah Taala əmr elədi bütün mələklərə ki, Adəmə səcdə eləsinlər, şeytanın, o iblisin kibri, təkəbbürlüyü, ücübü, özündən razılığı və günahı aşkar oldu. Bu dediyim məna İbn Əbbasdan və İbn Məsuddan nəql olunub. Amma bəziləri deyib ki, məqsəd budur ki, mələklər yalnız və yalnız Adəmin övladlarından o fəsad törədənləri görürdülər, o qan tökənləri görürdülər. Axı bunların kənarında elə tarix boyu yaxşı insanlar da vardı. Allah Taala bunları da görün. Ola bilər kəmiyyət baxımından bir çoxları fəsad əhlidir, günah əhlidir, küfr əhlidir. Amma bunların tarix boyu həmişə kənarında az da olsa gözəl və yaxşı insanlar olub. Ona görə bəzilər deyir ki, Allah Taala a'ləmən mən fi zurriyyəti Adəm minəl ənbiyai və salihin. Adəm peyğəmbərin övladlarından, zürriyyələrindən bilirdi ki, bir sıra peyğəmbərlər var, salih insanlar vardır. Məqsəd budur ki, Adəm mələklərə demək istəyir, sizin bilmədiyiniz mən bilirəm. Adəmin övladlarından elə pak insanlar da vardı. Əlbəttə bəzilər deyirlər ki, hətta ola bilər bir sıra şeylər var idi ki, Allah Taala onu bilirdi, mələklər bilmirdi. O da ibarətdir min tədbiril məsalih. Hər halda bu dünyanı yaratmaq, maddi aləmi yaratmaq, bəzi bu maddi aləmdə insanları yaratmaq, hətta bəziləri, hətta bir çoxları günah etsə də belə yeri var idi ki, Allah Taala məsləhət bilirdi ki, bu insanları yaratsın. Bunların içində İmam Hüseyin əleyhissalam kimi, məsum imamlar kimi, arif, Allah övliyaları kimi insanlar vardı. İmam Sadiq əleyhissalamdan bir rivayət nəql olunub ki, innəl məlaikə səələtilləhi təala ən yec'ələl xəlifətə minhum. İmam Sadiq əleyhissalamdan da rivayət bu ki, mələklər Allah Taaladan istədi ki, xəlifəni, yer üzündə xəlifəni o mələklərdən qərar versin. Və qalu, elə bu baxımdan dedilər ki, nəhnu nuqəddisukə və nutiukə və la nəsikə qəğirina. Yəni, biz səni müqəddəs
və sənə itaət edir və sənə günah etmirik. Bəs bizim ləyaqətimiz çoxdur. Qalə fəma ucibu bima zukra fil Qur'an elmu ennahum təcavəzu ma lahum fəlazu bil ərş istighfaran. Deyir, vaxtı ki Allah Taala onlara belə bir cavab verdi, onlar bildilər ki, öz hədlərini aşıblar. Allah Taala deyir ki, mən yer üzündə xəlifə qərar verirəm. Mələklər dedilər ki, bizdən qərar ver. Bizim sanki ləyaqətimiz çoxdur. Allah Taala'nın müqabilində bunlar öz hədlərini aşdıqları üçün artıq fəlazu bil ərş. Pənah apardılar ərşə istighfar edərək. Fə əmərəllahu Taala Adəm bədə hubudi ən yebniyə ləhu fil ərz beytən yaluzu bihil muxtiyun. Onlar ərşə pənah apardılar. Adəm peyğəmbər də yer üzünə indikdən sonra Allah Taala ona əmr elədi ki, yerdə bir dənə ev qərar versin, həmin Kəbə evini xəta eləyən, günah eləyən insanlar ora pənah gətirsinlər. Ələmu ma la tə'ləmun. Burada həqiqətdə Allah Taala demək istəyir ki, bir sıra şeylər vardı ki, mələklər onları bilmirdi, amma Allah Taala buyurur ki, mən bilirəm. Və haza yedullu əla ənnahu Taala la yef'alul qəbih. Bu deyir ki, Əminül-İslam Təbərsi buyurur ki, bu ayədə bir məsələ də vardı. O da bundan ibarətdir ki, bu ayə dəlalət edir ki, Allah Taala heç vaxt hikmətsiz və qəbih iş görməz. Bu əşairələr ki, deyir ki, Allah Taala bildiyini edər, qəbih də olsa, qəbih olmasa da bu ayə deyir ki, yox, Allah Taala deyir, mən bunu eləmədə bir hikmətim vardı. Yəni həqiqətə Allah Taala belə demir. İnni a'lamu bil məsalih. Mən bütün məsləhətləri bilirəm. Fəəf'əlu ma huvəl əslə. O şeyləri edirəm ki, o məsləhətdir. Bu ayənin nəzmi barəsində də buyururlar ki, vəttisalu hazil ayə bima qəbləha ennəllahu Taala zəkərə əvvələn ni'əmləhu əleyna. Əgər istəsə bu ayəni əvvəlki ayələrlə əlaqələndirək, belə olur ki, Allah Taala ilk öncə nemətlərin ən əvvəlini zikirlədi. Vəhiy nemətül həyat. Dedim, mən sizi yaratmışam. Mən sizə həyat vermişəm əvvəlki ayələrdə. Sümmə zəkərə bə'dahu in'aməhu əleyna. Sonra Allah Taala digər nemətlərini bizə qeyd elədi. Bi xəlqil ərz, yeri və yerdə olanları və mafiha və bi xəlqis səma, göyləri və dedi ki, 29-cu ayədə bunların hamısını sizin üçün yaratmışam. Sümmə əradə ən yəzkura nimətəhu əleyna bi xəlqi əbinə Adəm. Sonra bunların hamısından sonra istədi bu nemətə də işarə eləsin ki, Adəm ki, Əbul-Bəşərdir, biz insanların atası hesab olunur. O da bir nemət ki, Allah Taala bunu yaratmışdı. Bu ayənin təfsiri demək olar ki, sonuna çatdı. Hamınızı Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.